eləyək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala a'daihim ecma'in. Minel an ila liqai yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrahli sadri ve yassirli emri. Ve ahlul uqdeten min lisani. Yefqahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bu mübarək günü möminlərə mübarəklər qərar versin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Dünyada və axirətdə bizi Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Allah Teala bizi bu yolda, bu əqidədə, bu dində sabit qədəm eləsin inşallah. Nəslimizdən, bədi nəslimizdən İslama düşmən qərar verməsin inşallah. İslamın düşmənləri, zalimlar hansı məqamda var inşallah. Allah Teala tezliklə onları məhv nabud eləsin. Və onların məhv nabud olmağı ilə inşallah möminləri sevindirsin. Bəhsimiz ki, keçən dəfələrdə, keçən cümə İmam Rıza Aleyhisselamın mövludu ilə əlaqədar o barədə danışdıq, o söhbət elədik. Amma əvvəlki bəhsimiz var idi, Aleyhisselamın xütbəsi, əvvəllər ondan danışırdıq ki, bir yerdə gəlib dayanmışdıq. Keçən dəfədə söhbətimizdən biraz elə axırındakı danışacaqdıq, bəzi şeylərə işarə eləyəcəkdik. Onlar da möminlər tələsirdilər, işarə edirdilər ki, vaxt tamam oldu, qutar, ondan sonra Fatihə ver, nə bilim neynə. Ona görə elə da yarımçıq qaldı ora. Düzdür, bir saatda olmuşdu, yarım saatdan, yəni bir saata yaxın danışmışdıq. Amma məndə günah yoxdur, söz çoxdur, siz də maşallah qulaq asan. Ona görə məcbur oluram, mən də neynirəm, danışıram. Gəl cəzbə eşq olmasa gəlsə, gəl cəzbə eşq olsa gətirirəm necə gəlməz. Gəl cəzbə eşq olmasa gəlsə vecə gəlməz. Siz indi cəzb eləyirsiniz, mən də danışıram. Sonra da özünüz də deyirsiniz ki, çox danışırsınız. Elə hərə içərdən, aşağıdan biri bir işarə edir, biri belə edir. Bir dənə yumruq göstərən olmayıb. Bir dənə onu da göstərən olsa da elə mollalığın fatihəsini verərik, gedərik inşallah. Biz sənət taparıq da, dəyirmançılıqdan yatdan inşallah elərik. Amma inşallah çalışaram, bir günləri biraz az danışam. Həzrət buyururdu ki, La nüşriku billahi şey'a. Mən Allaha heç nədə, heç yerdə, heç vaxt, heç ibadətdə, itaətdə, məişət həyatımda, ictimai fərdi həyatımda, sözümdə, danışığımda ki, bunların hamısını danışmışdıq, Allaha zərrə qədər də şərik qərar verməmişəm. İndi ola bilər ki, məsələn, biz deyəndə ki, La nüşriku billahi şey'a, Allaha bir şeyi şərik qərar verməmişəm, bu nəsə kiçik bir şey hesab olunur. Amma Allah Teala Quranda da özü o kəlməni istəyir. Məsələn, İnnallaha la yazlimun nasə şey'a. Allah heç bir şeyi insana zülm eləməz. Yəni o kəlmə ilə ki deyir, yəni əslən zülm eləməz, heç vaxt zülm eləməz, zərrə qədər də zülm eləməz. Həmin kəlməni də Əleyhisselam burada işlədir. Elə o üzdə ayədir Əleyhisselam işlədir onu ki deyir, mən heç vaxt Allaha şərik qərar verməmişəm. Heç vaxt, heç o fikirdə də olmamışam, o niyyətdə də olmamışam. Bu barədə danışmışdıq ki, bu ki danışacaqdıq və biraz da mənim qəsdim çox geniş danışmaq idi bu mövzunu. Dedim ki, bu mövzu biraz əhəmiyyətlidir, gərək geniş danışılsın. Bu dostluq məsələsi idi və vəli məsələsi idi ki, burada Həzrət o sözün ardıcan buyurur ki, və la nəttəxizu min dunihi vəliyyə. Allahdan da başqa heç kimi vəli seçməmişəm, vəli qərar verməmişəm. Özümə Allahdan başqa heç kimi vəli qərar verməmişəm, vəli seçməmişəm. Bu vəli məsələsi geniş mövzudur. Bizim çünki vəli sözünün üstündə bir çox söz söhbətimiz var. Ondan sonra
vəlidən sözünün o kəlmənin üstündə söz söhbətdən əlavə vəli, məsələn bizim təvəlla və təbərradakı təvəlla vəlidəndir. Sonra vəli rəhbər mənasına varımızdır. Vəli dost mənasına varımızdır. Hətta dost mənasına da tutarlar. Elə o innəmə vəliyyukumullah və rəsuluhu ayəsin istəyənlər biraz beyan eləyərlər, onu dost mənasına hesab edirlər. Əlbəttə dost mənasına da hesab eləyəndə bir şey əskildə bilmirlər. Sadəcə elə özlərin zəhmətə salırlar da. Biz ki deyirik innəmə vəliyyukumullahu və rəsuluhu vəlləzinə Amenu, əqimussalat və atuz zəkat və hum rakiun. Sizin rəhbəriniz Allahdır, Peyğəmbərdir və onlar ki, iman gətiriblər, namaz qılırlar, rükû halında səcdə verirlər. Bir dəstə istəyirlər bu məsələnin biraz fəzilətini azaltmaqdan ötürü deyərlər ki, orada vəli dost mənasınadır. Əvvələn orada vəlinin dost mənasına tutmaqlıq elə bir əsaslı bir şey deyir, dəlilli bir şey deyir. Çünki ondan başqa ayələr varımızdır ki, deyir, innəməl mu'minunə ixvə. Möminlər elə nədir? Bacı qardaşdılar, bir-biri ilə qardaşdılar. İndi namaz üstündə, rükû halında zəkat verən sizin dostunuzdur. Bəs namaz qılanda, rükû halında zəkat verən mömindir, də elə deyir. Mömindir ki, bu rükû halında zəkat verir, də elə deyir. Mənə gəlirlər, məcbur dartıb cibimdən çıxardılar, qaçıb alıb gətirirəm. Mömin olsaydım, mən də verərdim, də onu elə. Bu ki, elə rükû halında zəkat verir, bu deməli mömindir. Bu mömin də elə möminin möminliyin və sizin mömin qardaşınız, bir-birinizlə mömin qardaş olmağınızı Allah Teala neynir? Başqa yerlərdə dedir. Lazım deyirdi Allah Teala desin ki, rükuda zəkat verən nədir? Sizin dostunuzdur. Elə məlumdur ki, rükuda zəkat verən mömindir. Allah Teala da möminləri bir-birinə nə hesab edib? Qardaş hesab edib. Elədir. Bir də məsələn, o ki deyir, innəmə vəliyyukumullah və rəsuluhu, sizin dostunuz Allahdır və Allahın rəsuludur. Sizin dostunuz biraz Allah dostunuzu düzdür, Allahla dostluqda olmalıdır ha. Amma o rəhbəriyyət mənası daha üstün orada tətbiq olunur, nəinki dostluq mənası olar. Hələ işimiz yoxdur. Hər nəyə vursalar o həqiqət elə öz yerində qalır. Sadəcə fikirlər gedir o tərəfə, bu tərəfə. Amma öyle həqiqət nədir? Yerindədir. Rəhbərlikdən söhbət gedir, Allahın idarə etməyindən söhbət gedir, Allahın başçılığından söhbət gedir. Bu ki, Həzrət buyurur ki, və la nəttəxizu min dunihi vəliyyə, Allahdan başqa mən heç kimi vəli seçməmişəm. Bunun bir mənası budur ki, mən Allahdan başqa heç kimi özümə rəhbər seçməmişəm. Birinci mənası budur. La nüşriku bihi şeyən, xüsusən də ondan qabağa gələn cümlə ilə müqayisə eləyəndə o rəhbəriyyət mənası burada daha yaxşı tətbiq olunur. Deyir, la nüşriku bihi şeyə, Allaha mən heç nəyə şərik qərar verməmişəm. Allahın hakimiyyətində, Allahın böylüyündə, Allahın rəbliyində, Allahın ondan sonra ucalığında, Allahın qadirliyinə mən heç kimi qatmamışam. Ondan sonra gələn söz də vəli sözünün elə Allahın rəhbərliyinə aid olması daha üstündür, daha yaxşıdır. Yapışır söz bir-birinə eləncidə. Yaxşı olur. Məsələn, mən Allaha şərik qərar verməmişəm, Allah mənim dostumdur, Allaha şərik qərar verməmişəm, Allah mənim rəhbərimdir. Gör, nə qədər fərqlər var bir-birində. Bu yandan da baxanda dostla rəhbəriyyətin gör arasında nə qədər fərq var. Bu mənim dostumdur, bu mənim rəhbərimdir. Elə rəhbər vacibi taədir, amma dost vacibi taədir, elədir. Dostun dosta nisbət hüququ var. Bəzi cəhətlərdə, bəzi məsələlərdə əziyyət verməsin, ona yük olmasın, rahatçılıq olanda onu qabağa keçirsin, ondan danışanda danışmasın, ondan sonra nə bilim, nə, onun qeybətdə huzurunda ehtiramın saxlasın, özü olmayanda qeybətdə abrun qorusun filan, bəsməkan bunlar hamısı var. Amma rəhbəriyyət məsələsi çıxanda ortalığa, o vacibi taəli məsələsi gəlir çıxır ortalığa. Yəni, rəhbərdən itaət eləmək vacibdir, dostdan itaət eləmək vacibdir. Dost qarşılıqlı bir dənə
əməkdaşlıqdır, ya deyək ictimai bir dənə yaşayış formasıdır ki, sənlə məsələn münasibətim yoxdur, bundan münasibətim var. Sizdə çay içməyə gəlmirəm, bunlarda çay içməyə gəlirəm məsələn. Bu, əgər dostluğu elə bu qədər kiçilsək, bu cürə baxsaq dostluğa, budur. Amma və rəhbəriyyətdə vacib itaə var. Vacibdir ki, gərək neyəsən? Ona itaət eləyəsən. Hətta məsələn, əhl-i sünnənin bəzilərinin nəzəri budur ki, deyir, bir adam hələ Allahın rəhbəriyyətindən söhbət getmir, bəndənin rəhbəriyyətindən söhbət gedir. Bir adam zülm yolu ilə də gəlib sizi işğal eləsə də, vacibdir ondan nə eləyəsiniz? İtaət eləyəsiniz, özdə hədisdə nisbət verirlər, yazıq Əbazərə, Qaragün Əbazərə. Köt məntiqsiz bir məsələdir. Əgər Əbazər Peyğəmbərdən hədis nəql eləyirsə, bir nəfər zülm yolu ilə də gəlib sizə müsəllət olsa, sizə vacibdir ona itaət eləmək, onda Əbazər Osmana niyə itaət eləmədi və nəticədə sürgün oldu, didərgin düşdü, başına müsibətlər gəldi. Demək, onların hamısının məsuliyyəti Əbazərin belə çox öz boynuna olub, belə deyil. Bəs bu kötüyündən yalan bir məsələdir. Hətta bir dəstə, bir firqə müsəlmanlar deyir, zalim da sizə müsəllət olsa, işğal eləsə, bir işğalçı gəlib, Teymurlənd gəlib, Azərbaycanı işğal eləyib, deyir, gərək neyəsə ona itaət eləməyiz vacibdir. Bu əqidədə olan var. Amma biz onu qəbul eləmirik. Amma deyirik ki, adi rəhbər ki, məsələn, Allah ki, rəhbərdir, Allahın itaəti bizə vacibdir. Peyğəmbər ki, rəhbərdir, itaəti bizə vacibdir. İmam ki, rəhbərdir, itaəti bizə vacibdir. Fəqih ki, rəhbərdir, itaəti bizə vacibdir. Bu dərəcədə. Bunları deməkdə məqsədim budur ki, biz bu sözü rəhbər tutmaqla, dost tutmaqda bu qədər fərqlənir bu məsələ bir-birindən. Yaxşıdır ki, neyək? Rəhbər tutaq. İndi biz bu sözü rəhbər tutsaq, bizim rəhbərin qarşısındakı vəzifələrimizdən gərək danışaq. Allahın qarşısındakı vəzifələrimizdə danışaq. Allaha muti olmağımızdan danışaq. Bu mövzuda çox danışılıb. Həmişə də elə ondan danışılır və yeri də var ki, insan elə ömrünün axırına qədər bu barədə danışsın, Kərbəlayı Samir. Həm də neynəsin? Qulaq assın ona. Daha mütaliə eləsin, oxusun, danışsın və qulaq assın. Məsələ kiçik məsələ deyil. Allahın rəhbəriyyətindən söhbət gedir, sənin də rəiyyətliyindən söhbət gedir. O rəhbər ki, o Allah salamat eləsin, Səyyarı, Məşəd Səyyarı, Hacı Səyyarı, bir dənə bir kupleti yadımdadır ki, Allahlığın, hakimliyin aləmlərə sərvərdir. Bir kəlmə elə əvvəl də onun yadımdan çıxdı ki, Allah sənin hakimliyin aləmlərə hakimdir, aləmlərə sərvərdir. Yəni, bütün aləmlərin hamısını tutub, bunun qarşısında şuluqluq eləmək adama yaraşmır, insana yaraşmır, heç yeri də yoxdur. Yeri də yoxdur. O insanı biraz da gülünc vəziyyətə salır. Məsələn, bir dənə pəhləvanın qarşısında bir dənə cılız bu boyda uşaq gəlib atlana düşmək onu nə vəziyyətə salır? Çox gülünc bir vəziyyətə ki, buna bax, hamı məzəmmət edir. Qaç ged o anə, indi elə qulağından iki barmağı ilə tutacaq, belə turlayacaq, gedib düşəcək namara. Elə deyir. İnsanın da Allah qarşısında şıltaqlıq eləmək insanı gülünc vəziyyətə salır. Niyə? Çünki onun rəhbərliyi aləmlərə sabitdir, aləmlərə hakimdir. Aləmlərə hökmranlıq edir. Tək adam deyir ki, insanın Allahın rəhbəriyyətinin altında. Bütün həşarətlər, camadatlar, nəbatatlar, vəhşilər, yırtıcılar, hamısı yer, göy, bulud, daş, dərə, hamısı Allahın hakimiyyətinə neynir? Baş əyir. Hamısı Allahın hakimiyyətinə baş əyir. Və Allahın hakimiyyətinin qarşısında nədir? Mutidir. Allah özün bizə gündə nə qədər göstərir? Bilirsiniz nə qədər göstərir? Hər dəqiqə, hər saniyə, hər an Allah özün bizə göstərir. Amma nəinki o bəzi firqələrin gözlə görməyi kimi yox, başqa cürə. Nə olur bizə? Heç nə. Amma Allah özün bir dəfə dağa göstərməklə dağ kül oldu, soğuruldu havaya. Elədir. Quran-ı Kərimdə Allah Teala Musaya deyir ki, əgər istəyirlər məni görələr, o dağa baxsınlar. Allah öz əzəmətin təcəlli elətdirdi o dağa, bir saniyə, bir an. Dağ məhv oldu və
Və rəfəvna fəvqəhum deyir, dağı qaldırdıq, onların başının üstündə saxladıq. Bir də bu boyda daşı gəl başının üstündə saxlayayım. O hər dəqiqə bir desə, qurban olum, ehtiyatlı ol. Sən Allah çəkiyona düşər başıma. Bu boyda daşda düşsün. O boyda dağı Allah Teala qaldırdı onların başına və onlar hamısı öldülər və dağda toz oldu, çıxdı, getdi. Hələ qiyamətin günündə də deyir ki, və suyyirətul cibalu kəl-ehnil mənfuş və fətəkunul cibalu kəl-ehnil mənfuş. O didilmiş yun kimi olacaq dağlar. Bu Allahın qüdrətidir. Bu qüdrətin ki Allah Teala təcəlli elətdirdi o dağa, bir saniyədə o dağ o günə qaldı. Tezdəndən axşama qədər Allah Teala öz qüdrətin, öz nemətin, öz rəhmətin, öz məğfirətin min dəfələrlə bizə neynir? Təcəlli elətdirir. Sadəcə biz onların hətta bəzisini hiss edirik, bəzisini günahlarımızın çoxluğundan hiss eləmirik. Amma o qədər bizim üçün asan, o adiləşib, o qədər laqeydləşmişik, o qədər fitrətimizlə özümüzün arasında bizim fasilələr yaranıb, çirk o qədər yığışıb ora, gedib həkimə deyirsən ki, həkim, mən bu yaramı bağla, bu yaram mənə əziyyət edir. Həkim deyir ki, hanı sən yarın? Deyir, bu da. Deyir ki, yox, hələ onun bağlamazdan əvvəl onun üstündə bir xeyli iş var. Bir rivanol gətirir, bir penset gətirir, bir qayçı gətirir, bir nəfər də köməkçi gətirir, sən əli tutsun, yarım saat qaşıyır. Qaşıyandan sonra deyir, indi gəldi, çıxdıq yaranın üstünə. İndi qoy yaranı təmizləyim, nə olsun? Ondan sonra bağlayım onu. Bu qədər o yaranın üstünə çirk yığışıb. Bizim bir dostumuz vardı, maşını təmir elətdirirdi. 3 gün təmizləyəndən sonra maşının içərsin, bir daha bu boyda çəkir çıxdı ayaq altından. Göründü, gör orada nə qədər torpaq var idi, ha? Bu boyda plaskops, kəlbətin çıxdı ayaq altından. Göründü, orada nə qədər torpaq. Yazıq maşın, Molla Gülsen rəhmətli demişən, qərəgün maşın nə zülüm çəkilmiş də. Bu 4 kilo, 4 nəfər elə 70 kilodan qoy eləsin 280 kilo, 280 daim naqruskada işləyir. O maşın. Da onun motorun yığmağa ehtiyacı olmazdı bəlkə də onu təmizləyəndən sonra. Bu çəkimirdi, ona görə motorun yığılır. İndi biz fitrətimizin üstünə o qədər çirkdən, çirkabdan yığmışıq. Allahı görürük, Allahı müşahidə edirik. Allah təcəlli edir bizə. Onun havası dəyir bizə. Möcüzələr gözümüzün qabağında. Hər şey gözümüzün qabağında. Bəyinələr, burhanlar, dəlillər. Amma görürsən nədir? Elə həmin adamlıq ki, həmin adam. Heç təsir eləmir. Sədi şeirində deyir, oy, ətirli palçığı verdilər mənə bir gün hamamda. Mən də təsərrüf eləmişəm onun şeirində. Ön oxudum Sədidən, gördüm mən dediyim kimi deyir. İbarətləri başqa cürdür, amma mən deyən də elə şeiri oxşayır. Gili xoş bir ruzi در حمام رسید به دستم از محبوبم بدو گفتم مشکی یا ایبری به گفتم من gili naçizi budam və lekin xeyli ba gol nişəstəm. Dostum deyir, hamamda mənə bir ovuz palçıq verdi. Gördüm, iyi gəlir, qoxusu var. Dedim, sən müşksən yoxsa əmbərsən? Dedi ki, mən nə müşk deyirəm, nə əmbər deyirəm. Gili naçizi budam. O axşama qədər tapdalayır su ayağızın altında palçığı. Elə mən həmin palçıq idim və lekin xeyli ba gol nişəstəm. Bir müddət güllə oturdur elədim. Güllərlə dostluq elədim. Kəmal həmnişin bərmən əsərkət və gərinə həman xakəm ki həstəm. O oturub yoldaşımın, dostumun kamalı mənə təsir elədi. Yoxsa elə həman tapdanan palçıq idim ki, var idim. O məni əziz eləyib əldən ələ gəzdirir. O məni hörmətli eləyib, gəl burada otur, orada otur, orada otur. Bu din bizi hörmətli eləyib, izzətli eləyib, gəlib biz indi Allahın evində oturmuşuq. Bu hər adama qismət eləmir. Qismət olmur. Bax, biz bunun qədrini bilmirik. O palçıq dilə gəlir, danışır, deyir, mən bundan təsirlənib belə olmuşam. Amma insan tezdəndən axşama qədər bu qədər şeylərin içərisində görürsən, ona təsir qoymur. Gərək insana təsir qoysun. Niyə təsir qoymur? Çünki fitrət qalıb quyunun dibində, üstündə o qədər çirkab, o fitrətin gələn siqnalları gəlib neynəmir? Bizə çatmır. Və nəticədə də bu cür oluruq. Və illa Allah elə nətər görkər adama, Allah necə özün bilindirər. Allah səni bəyəm, insan ölümdən xəbərsizdir. Gündə insan ölmür, gündə insan dirilmir. Fəsildə ağaclar, bitkilər, nəbatatlar ölmürlər, dirilmirlər, otlar ölmürlər, dirilmirlər. Bunlar bəyəm ölüm üçün nişanə deyir, ölüm üçün əlamət deyir.
Və İmam Sadiq əleyhissalam da deyir ki, deyirlər, ölüm elə gündə biz neçə dəfə ölüb dirilirik də. Yatdın, öldün, durdun, dirildin. Elə bir məhşər oldu. Yaxşı, bu bəsdir də sənin üçün. Bir adam ki, səni yatırdır, ha, elə bilirsiniz, oyanmaq çətindir də, elə deyir. Görsən, adamı çağırsan, durmur, elə deyir. Sən də biraz ağır yatan adam ola. Hamı elə bilir ki, yuxudan ayılmaq çətindir. Amma yatmaq yuxudan ayılmaqdan çətindir. Allah sənin o gözüvə əmr eləməsə, zehninə əmr eləməsə ki, yat, bu bəndənin əzası dirilənməlidir. Heç vaxt yata bilməzsən. Heç vaxt yata bilməzsən. Bir adam kimi tezdəndən axşama qədər gəzir, qaçır, qovur, ondan sonra bu qədər işləri görür, çörək yiyir, çay içir, görürsən elə məsələn də deyib güldücü halda, durdu ağaşı, mən getdim yatmağa. Getdi, başını qoydu yerə taraf, yatdı. Və bu Allahın əlaməti deyir, bu möcüzə deyir. Adam var ona dozadan 50 dəfə artıq uyuşturucu maddə vururlar ya dərman vururlar, görürsən nə olmur? Yatmır. Ona baxanda heç olmazsa bu görsün, vay mənim yatmağım elə Allahın mənə təcəllasıdır. Mənim durmağım Allahın mənə təcəllasıdır. O qədər adamlar yatdılar, durmadılar. Allah rəhmət eləsin. Elə sinənin də yolanda üstündə arvadları oxşama deyəndə dedi, ay yatıb durmayan dədəmlə elə, ay yatıb durmayan qardaşımla elə. Əşi bu ya yatıb durmamalı idi, ya da bir təhər ölməli idi də, indi öldü. İbrəti başqa şeydən götürün. Bunlar hamısı ibrətdir bizə. Rəhbər bilsək Allahı, gərək bunların hamısını neynəyək? Allahdan bilək. Ona görə vəla nəttəxizun min duhunihi vəliyyə, Allahdan başqa biz heç kimi rəhbər seçmirik. Bu daha üstün məsələdir. Niyə görə Allahdan başqa özümüzə heç kimi rəhbər bilmirik? Çünki biz müşahidə eləmişik, görmüşük, tarix oxumuşuq, tarixdən gəlib çatıb, muxbiri sadiqlər xəbər verib, kimlər ki Allahdan başqasını özlərini rəhbər biliblər, onlar zəlil olub, xar olub, aradan gediblər, izzətləri, şərəflərini itiriblər. Amma kimlər ki Allahı özlərinə rəhbər deyiblər, əlləzinə qalu Rəbbunəllah sümməstəqamu tətənəzəlu əleyhimul mələikə. Kimlər Rəbbunəllah deyib möhkəm dayanıblar, Allahın mələkləri gəlib onlara nazil olub, Allahın mələkləri onlara gəlib salam verib, Allahın mələkləri gəlib onları təşviq edib, Allahın mələkləri onlara deyib, qorxmayın, qəmgin olmayın, narahat olmayın, Allah sizinlədir. Allah o qədər yerdə vələqəd nəsərəkumullah fi məvatinə kəsirə, Allah Peyğəmbərə deyir, Allah çoxlu yerdə sizə kömək elədi ki, məsələn 80 dənə müharibə 23 ildə Allah deyir də ondan böyük kömək hər yerdə deyir ki, nəsrun minəllah və fəthun qərib. Kömək Allahdandır, fəth də, qələbə də həmişə nədir? Yaxındadır, uzaqda deyir, qələbəni uzaqlaşdıran, köməyi dəf eləyən biz özümüzük. Niyə görə Allah Teala bizdən rəhmətini kəsir? Çünki biz Allahın rəhmətini istəmirik, küfranı nemət edirik. Əlində qab götürürsən, qonşuya ehsan aparsan, qonşu deyir, yox sən Allah apar, gətirməcini. Bəlkə də ömründə elə bir dəfə bu halal çörəyi yiyəcəkdir. Qəbul eləmədi. Nədən? Ləzzazətindən, hövkəsindən, ondan sonra boş-boş söhbətlərdən, nə bilim, belə də adi bir dənə xoşa gəlməz, qiymətsiz söhbətdən küsüb bu. Allahın mələkləri əlində süfrə, əlində yemək içmək, tezləndən axşama qədər gəzir, bizim ruhumuzu qidalandırsın, biz hərəsini bir tərəfə qovub çıxıb gedirik. Sonra da deyirik ki, bə niyə belə oldu? Bə niyə məsələlər bu cür oldu? Özümüz Allahı özümüzə Rəbb bilmirik. Allahı özümüz, biz Allah deyirik, dediyimizdə sadiq deyirik. İmam Sadiqə dedilər, duamız niyə qəbul olmur? Dedi, təd'unə mən la tərifunə, tanımadığınız adamı çağırırsınız. Dedi, Allah deyirik. Dedi, o qədər çağırıb tanıyırsınız da. Dedi, ya Rasulullah, Allah deyirik biz. Bəs elə o qədər deyir, elə o qədər tək adım bilirsiniz. Deyir, filancası tanıyırsan, deyir, hə. Necə tanışdığım var? Deyir, vallahi elə adını eşitmişəm ki, filancası var. Eyni onun kimi biz Allahın adını yetişmişik. Amma Allahın Rəbliyinin altında, hakimiyyətinin altında, Allahın vəliliyinin altında görə biz nə dərəcədə özümüzü mərbub hesab eləmişik ona, özümüzü rəiyyət hesab eləmişik ona, özümüzü müti hesab eləmişik ona. Belə olmur.
O da Həzrəti Əli kimi olur, ayağından ox çəkirlər, xəbəri olmur, ondan sonra rükuda zəkat verir, ondan sonra hara gedir, Fatihə olur, gəlir, ondan sonra deyəndə ki, keçən dəfə ərz elədim, sənin başına 25 il bu müsibət gələcək, soruşanda ki, dinimdə olacam, gözlərinin yaşını silir, sevinir, ondan sonra başına qılıc dəyəndə deyir, Fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Allahına, səadətə yetişdim, xoşbəxt oldum. İmam Hüseyin deyir ki, ey kaş 114 ola oğlum, mənim Allah bir-bir verəməz Surə-i Furqan əvəzində ki, tək Əli Əkbər nədir? 114 ol idi, hərəsin bir dənə surənin əvəzində qurban verəydim, gedəydi və sayda nə qədər istəsən ilə maşallah bu misallarda. Niyə? Allahı özlərinə rəhbər biliblər və nəticədə də gəliblər bu cür rəiyyət olurlar. Allah onları ucaldı. Əgər bir nəfər, biz o dost kəlməsi ilə rəhbər kəlməsini cəmd eləyə bilərik. Əgər bir nəfər, bir nəfərin rəhbərliyin necə var qəbul eləsə, elə onun dostudur, həm də onun dostudur. Həm də onun dostudur. Həzrəti Əli niyə arpa çörəyi yerdi, buğda çörəyi yemirdi? Çünki o millətin rəhbəri idi. Deyirdi, rəiyyətin hamısı buğda çörəyi yeyə bilmir. Ona görə mən ədalətdən deyir, mən buğda çörəyi yeyəm. Haçan rəiyyətin hamısı buğda çörəyi yesə, onda mən də buğda çörəyi yeyəcəm. Yoxsa Allah haram eləməmişdi ki, Əli əleyhissalama. O biri imamlar ki, yeyirdilər. Amma bu deyirdi ki, çün iki dənə söz deyir. Çün Allah bəndələrindən birinə məsləhət bilmədi o buğdanı yeməyə, mən də ona görə yemirəm onu. Ona görə də Hafiz rəhmətli deyir ki, ey Adəm, sən vədə vermişdin, Əli əməl elədi. Deyir, nətər? Deyir, sən Allah demişdin, buğdadan yeməyəcəm, yedin, amma Əli heç o vədəni verməmişdi, yemədi. Sonra da bərzəxdə o kişiyə izah edir, deyir, bir dənəsi də var. Kimə deyirəm? Deyir, onu da Həzrəti İbrahimə deyirəm. Nə deyirsən? Deyirəm, ya İbrahim, sən vədə vermişdin, İmam Hüseyin əməl eləmişdi. Allaha dedin ki, aparıram İsmaili qurban kəsməyə. Amma sağ-salamat qaytardın, gətirdin. Amma Allah İmam Hüseyin Allaha vədə verməmişdi, Əli Əkbəri qurban kəsəm. Neynədi? Apardı, qurban kəsdi. Niyə yemirsən? Bir söz də budur ki, niyə yemirsən? Ya Ali, dedi, axı bunların mən rəhbəriyəm. Mən sizin mollu olacam, məsələn, elə fərz eləyəcək, o iddiada deyirəm. Mən sizə məsələn namaz qılmaqdan danışıram. İndi mən özüm namaz qılmasam, sizə namaz qılmaqdan necə danışaram? Bu kişi bu millətin rəhbəridir. Bir dəstə adam hələ arpa çörəyi də tapa bilmir. Ona görə bəzən xurma payını da verib qarnına daş bağlayırdı. Hətta burasına qədər gəlirdi, ha? Gəlirdi. Deyirdi, axı mən özüm doyunca yeyib yatsam, bu cəmaata necə deyərəm səbirli olun? Bu cəmaata necə deyərəm ki, səbr eləyin? Yaman günün ömrü az olur, insanı Allah imtihan elir. Əşi imtihandırsa, sən də bir lüsgötücə keçməyənə də bir dəfə də sən imtihan ver. Əgər imtihandırsa, dözmək lazımdırsa, biz dözümlüyüksə, biz bəli əzablara qatdaşanıqsa, bundan birazında sən çək də. Elə deyil. Elədir də. Birazında sən çək də. Yaxşı, bu yaxşıdırsa, bir qaşıq da sən ye də. Elədir. Onu bax, nətər olur? Mənə gələndə bir yerdə bir qardaş danışırdı. Dedi, nə oldu? Bizə gələndə bidət olur, sizə gələndə adət olur. Bizə gələndə qəhrəmanlıq oldu. Yaxşı, bu qəhrəmanlıqdan siz deyil öndə bir dəfə. Dünyanın rəhbərlərinin bu günləri şərqdən tutdu qərbə qədər etimadsızlığının bir nömrəli nəticəsini elə budur. Rəhbərlərə insanların etimadsızlığı yaranıb, ona görə ki, heç bir rəhbər özün rəiyyətlə həmtay eləməyib, nə də hesab eləmir, heç o fikirdə də deyir. Heç o fikirdə də deyir. O kinoda deyir, ha, Kərbəlayı İsmailin adına böhtan yazıblar, ha, onu ki, deyir, dünə nə qədər danamı otaran İmaş gəlsin, İmaş idi, kimi idi onun adı? İman gəlsin, mənim indi mənlə barabar olsun. Düz deyirdi, elə İman bir köpək oğlu idi, onunla bərabər olmamalıydı, komünist idi. Amma o, onların yazdığı şeydir. Yoxsa və illah, Əli əleyhissalam çarığın yanmıyırdı. Çarığın yanmıyırdı. Əli əleyhissalam neynirdi? Bir dəstə gedirdi Kərbəlaya, bir nəfər də Məkkəyə, bir nəfər də yolda qoşuldu bunlara, bir neçə gün ayla gedirdilər də,
elə bunlara xidmət elədi. Bir nəfər gəldi, belə baxdı kənardan, təzə qoşulmuşdu onlara, cəmaata, kərvana. Dedi, filan kəs kimdir? Dedilər, bir nəfər ərəbdir, elə birinci gündən qoşulub bizə elə xidmət edir, çayımızı verir, suyumuzu qaynadır, nə bilim, belə də süfrəmizi salır, dəvələrimizi suarır, nə bilim, lap yeri gələndə köynəyimizi alır, yuratır. Deyir, ay, övüz yıxılsın sizin, bilirsiniz bu kimdir? Bu Allahın yeryüzündə hüccəti, Allahdan sonra birinci rəhbər, insanların hamısının rəhbəri, sərvəri, ağası Əli ibn Hüseyndir, bu İmam Səccad əleyhissalamdır. Görürsən, cəmaatın içərisində elə gəzirdi ki, cəmaat nədir? Tanımırdı onu. Ona görə İmam Səccad əleyhissalama etimad var idi. Ona görə də büyünləri İmam Səccad əleyhissalamın adı yaşayır. Ona görə də İmam Səccad əleyhissalamın adi bir dənə duası ki, təqibatı ki, namazdan sonra 124 min Peyğəmbər təqibat oxuyub, dua oxuyub, neçəsindən bizə dua gəlib çıxıb? Bir 3-4-ündən. Amma niyə İmam Səccad əleyhissalam? Çünki İmam Səccad əleyhissalam bu cür idi. Elə o biri rəhbərlər də belə idi. Oxuduğu, namazdan sonra oxuduğu təqibat dua gəlib bizə büyünləri nə olub? Bir dənə məktəb ünvanında, bir dənə dərs ünvanında, bir dənə əxlaq ünvanında, bir dənə vacibi fəzail əməl ünvanında olub bir dənə mənbə gərək biz ondan nə eləyək? İstifadə eləyək. Özün salmışdı o dərəcəyə. Əli əleyhissalam o kişini işdən çıxardanda dedi ki, filan kəs çox narahatsan. Dedi, yox, əslən narahat deyirəm. Dedi, niyə? Belə olar, adam işdən çıxardarlar, nədir? O narahat olmasın. Dedi, olar. Dedim, mən görməmişəm onu. Adam deyirsən, axı sən görməmişsən. Heç vaxt adam gözü ilə baxmamısan cəmiyyətə. O prizmadan yanaşmamısan, o bucaqdan yanaşmamısan. Niyə? Çünki sən gördüyün rəhbərlər, sən gördüyün adamlar hamısı vəzifəyə keçəndə çıtma çalıb oynayıblar. Efirin qabağında, dünyanın qabağında, millətin qabağında. Rep oynayıblar, nə bilim, pop oynayıblar, nə oynayıblar, nə olub? Bu, rəhbər seçilib. Amma sən görməmsən ki, bir adamı vəzifəyə qoyalar, nə ola? Sevinməyə, əksinə ağlaya-ağlaya gedə. Başına döyə ki, evim yıxıldı. Mən bu məsuliyyətlərin öhdəsindən necə gələcəm? Mən bu cəmaatın haqqını necə bərpa eləyəcəm? Mən bu cəmaatın hüququnu necə bərpa eləyəcəm? Mən necə rəhbərlik eləyəcəm ki, bu cəmaata bərabər baxım, ondan sonra bu cəmaata bir gözlə baxım. Həzrət Peyğəmbər danışanda 30 nəfərə danışırdı, 30 dəqiqə danışırdısa, hamısına nəzər eləyirdi bir səviyyə, hərəsinə bir dəqiqə baxırdı. Hətta baxışında da ədalətə riayət eləyirdi. Bu cürə rəhbər mən necə olacam? Ona görə deyir, mən ağlaya-ağlaya gedirdim. Nəyə? Vəzifəyə. Vəzifəyə gedəndə sevinməmişdim, indi də məni vəzifədən çıxardanda nə olam? Narahat olam. O siz vəzifəyə gedəndə xalqın malından ehsanlar eləyirsiniz, şənliklər keçirdirsiniz, toylar eləyirsiniz, nə bilim mərasimlər keçirdirsiniz. Sonra vəzifədən də çıxanda qanlar tökürsünüz sel yerinə, göl yerinə, çay yerinə və axırda da nə edirsiniz? Birini infakt verir, biri nə bilim Şaron lənətullahi aleyhi taala və ala əcdadi. Hə? Neçə ildir düşüb komaya? Elədir. Axır o qanlar səbəb olacaq da, vurub bunun bir tərəfindən çıxacaq da, görsən, Allah görsən neynir ondan? Nə öldürüb canın qutarmır, nə də ki yaşatmır ki bir adam balası kimi yaşasın. Bir 5 il olar ha, fikir eləyirəm. Olar da acı. 5 il olar da. Allah iraq eləsin, 5 il adamın biri cipsdi, əyağının biri işləməsə, bağrı çatlar, onda qalmışdı, 5 il bütün sistemin hamısı nədir? Arvad baxır elə bilirsiniz ona. And ola Allaha o pul alıb baxan da onun hesabına maaş alır, ayda məsələn $1000. Heç ölsə o maaşı kəsiləcək. O da bezib, təzə iş axtarır, nə qədər bu leşə baxacaq? Tezləndən ged bu mürdəşirin sifətinə bax, axşama qədər, sonra axşamdaca yuxuya girsin. Elədir, görürsünüz nə günlərə qalırlar, ona görə belə eləyirlər. Mən sevinmədim ki, vəzifəyə gedəndə nə ola? Sözüm bundadır ki, bu insanlar hamısı üləmadan biri dedi ki, pis insan yoxdur, pis millət yoxdur, pis rəhbər var. Bu insanlar hamıya etimad edir, seçir, hamı o seçilənlər sonra gəlir, nə olurlar?
öz etimadsızlıqların imzalayırlar, mühürləyirlər öz əməllərinin nəticəsində. Elə siyasi danışmıram ki. Başımıza gələn Məlik Məmmədin nağlıdır da danışıram. And ola Həzrət Abbasa. Yalan deyirəmsə Həzrət Abbas bunların hamısının belin sındırsın. Gürcüstan inqilabının adı nə idi? Məxməri idi, ya narıncı idi da ad qalmamışdı. Bəlkə də bir iki dənə deyil olsaydı Perlemontundan yaddan ad qoyacaqlar. Perlemontunu, nə bilim nə. Narıncı inqilab, Məxməri inqilab. Nə oldu Saakashvili? Niyə millət Saakashviliyə səs vermədi? Siz elə bilirsiniz Saakashvili gəldi, ədalətlə işlədi, ona görə cəmaat onlara səs vermir. Siz vermədilər də, görürsünüz də, elan elədi ki, mən məğlub oldum. Yenə bu Məsihi Saakashvili müsəlman o dəli polkovnikdən yaxşı oldu. Müsəlman Hüsnü Mübarəkdən yaxşı oldu. Müsəlman Səddamdan yaxşı oldu. Elə? Müsəlman Ali Xəlifədən yaxşı oldu, Əbdüllah Salihdən yaxşı oldu. Etiraf elədi ki, mən nə elədim? Mən məğlub oldum. Sonra nə qələtlər atacaq özü bilər, işimiz yoxdur ondan. Amma qəsdimiz bu tərəfindədir ki, dünənləri nə edirdi? Dünənləri o xalq idi da buna səs vermişdi. Öz ürəklə də səs vermişdi. Heç təqəllibi yadı, saxtaçılığı yadı da olmamışdı. Elə deyir. Bu da xalqın hamısı ayağı üstündə olanda burada bəzi yaxşı şeylərin iyi qoxusu gəlir də, elə deyir. Bunun hamısını məcbur çıxartmayıblar ki, hamısına deməyiblər ki, çıxıb gəlməsən işdən qovacaq, nədir? Maaşı kəsəcək. Bu xalq ayağı üstədir deməli, burada nədir? Həqiqətdən bir işarə var. Bunlar seçmişlər. O camış boyda Şvarnadzeni parlamentdən qovdular, çıxartdılar. Rusiya kimi bir dənə imperiya diyana bilmədi, nədir o fantamazın adı? Şvarnadzenin dalında. Şvarnadze kimi bir dənə siyasətçi o boyda Sovet imperiyasının ki, Rusiya imperiya tarixində ondan böyük imperiya, ondan güclü imperiya olmayıb, onun xarici siyasət idarəsinin sədri idi. Bütün dünyanı Rusiya ilə o savaşdırıb, o barışdırırdı. O, bu boyda Gürcüstanda neynəyənmədi? Nə Rusiya onu qoruya bilmədi, nə özü o siyasətlərindən neynəyib, istifadə edib, bir tərəfə neynəyənmədi, çıxa bilmədi. Millət neynəmişdi, bu biri tərəfi istəyirdi. Yaxşı, millət xəstələndi, millətin biri xəstələnər, ikisi xəstələnər, ikisi qrip olar, ikisi göyə sürək tutar, ikisindən böyrəyi ağrıyar, birinin başı ağrıyar, birinin halı olmaz, biri marşruta gecişər, belə. Da 3 milyon yox ki, nədən oldu? Ondan oldu ki, bayaq danışırdıq. Ondan oldu ki, bayaq danışırdıq. O etimadı doğrultmadı. Özü də gəlib o aşağı səviyyədə olan təbəqədəkilər kimi yaşamadı. Bir dəfə çıxıb marşruta minib demədi ki, qoy bir piyada gedənlər görüm nə əziyyət çəkirlər marşrutla gedənlər səhər-səhər özdə. Olmadı, cəmaatdan olmadı. Amma Əli əleyhissalam xurcundan gecələr neynirdi? Eşitmişsiniz də dəfələrlə. İmam Səccaddan gəldilər, soruşlar. Atoğun bədənində bütün yaralar məlumdur, amma çiynində bir dənə yara var, məlum deyir. Nə ox deyir, nə nizə deyir, nə xəncər deyir, nə bıçaq yarası deyir. Bu bir qəribə bir yaradır. Dedi, o xurcunun ipinin yarasıdır. Atam Hüseyin, ömrü boyu gecələr çiynini atdı xurcunu, düşdü bu Küfənin, Mədinənin ətrafının küçələrində yetimlərə, yesirlərə, fəqirlərə neynədi? Yemək, bitçə çörək payladı, o da onun çiynini neynəmişdi? Yara eləmişdi, elə Əli əleyhissalamda da odur idi. Ona görə də görürsən, bugünə qədər sevirlər. Bilirsiniz Əli əleyhissalam şəhid olanda kim ağlayıb? Muaviyə lənətullah əleyh. Baxın, Muaviyə lənətullah əleyh hətta Əli əleyhissalam şəhid olanda eşidəndə ki, əlini vurdular, planın ki, özü barmağı var idi, ancaq özü də o planın içində idi, xəbəri yox idi. Dünyada böyük işlər gedir və gedib. Arada o Siciliya mafiyası yadı ki, ona baxın, görün nə işlər gedir. Muaviyə özü Əli əleyhissalamın qətlinin içərisində əli var idi. Amma bilmirdi ki, həmin qrupbanın siyahisində Muaviyə də var. Ki, Muaviyəni vura bilmədilər, tutuldu, bu birisiləri neynədilər?
Bu birisilərdə müvəffəq oldular. Amma Muaviyə eşitdi ki, əlini vurublar, başladı ağlamağa. Dedi, ay dünyanın türküləri, azad nəfəs ala bilərsiniz, müharibə meydanlarının aslanları dünyadan getdi. Və başladı gözünün yaşını tökməyə. Və hətta İmam Hüseyin əleyhissalam Kərbəlada, Allah rəhmət eləsin Şəhriyarı, o şeirə də çəkib onu, İmam Hüseyin əleyhissalama düşmənlərin hamısı ağlayırdı. Fərəzdəq İmam Hüseyin əleyhissalama dedi ki, qulubuhum məq sufuhun əleyk. İmam, qəlbləri sənləndir, ürəkdən səni ağlayırlar, amma qılıncları sənin əleyhvədir. Qılıncları sıyırırlar, gözləyirlər, sən gələsən, səni öldürərlər. Amma ürəkdən sənnədir, ürəkləri yanır səndən ötürü. Niyə? Çünki İmam Hüseyni o cürə rəhbər görmüşdülər. Sadəcə burada zahiri bir ovuc qızıl bunları neynəmişdi? Allatmışdı. Və budur insanlarla rəhbərlərin arasında neynəyən? Fasilə yaradan. Bunun bir başqa forması da bizlə Allahın arasında bu qoyda fasilə yaradıb. La nəttəxizu min dulihi vəliyyə, mən Allahdan başqa heç kimə rəhbər deməmişəm. Bunda da sadiq olmuşam, düz olmuşam. Elə rəhbər demişəm. Amma elə o sözümün də üstündə durmuşam. O, Allah salamat eləsin, qardaşımızın Əbdülfəqirin, ona təxəllüsü özü Əbdülfəqir götürüb, əslində Əbdülğəni idi. Fəqir bir şeysiz, qəni, amma varlı da. Əbdülğəni də o deyir, Rəhman bizi xəlq etdi, rəhmətdən uzaq olduq. Vahid dedik Allaha, vəhdətdən uzaq olduq. Deyir, Rəhman bizi yaradıb. Onun rəhmənliyindən bir qram da yoxdur bizdə. Allaha tezdən axşama deyir, la ilahə illallah, la ilahə illallah, la ilahə illallah, la havlə və la qüvvətə illa billah, la ilahə illallah, əşhədü ən la ilahə illallah. Amma vəhdətdən bir nöqtə, bir zərrə, bir qram yoxdur bizim aramızda. Belə Allahlıq, belə bəndəçilik, belə rəblik olmuraq, elədir. Rəhman bizi xəlq etdi, rəhmətdən uzaq olduq, vahid dedik Allaha, vəhdətdən uzaq oldu. Heç olmasa demə bu kəlməni. Heç olmasa demə. Ürəyində decinən. Bayrağı qaldırmışsan, amma ortalıqda heç nə yox. Elədir. Gedmişsən, məsələn, fərz eləyək, Moskva sinüvə deyirsən, mən şiyəm, ha. Axşam restoranda baxırlar, deyirlər, kaş şiyələrin elə hamısı belə olaydı. Heç qorxumuz olmazdı. Niyə? Bu şiyə restorandadır, da restorandadır, da şiyə restoranda, indi görün nətər olacaq. Ha? İtalyanların Rusiyada olmağı vəziyyətindən də pis vəziyyətdə. Laxşısı budur, Allah dədvə rəhmət eləsin, heç demə müsəlmanam, heç demə sünniyəm. Kim, nəyə nisbət verirsən, özü ləkə gətirirsən ora. Elədir. Amma Əli əleyhissalam yox, Əli əleyhissalam deyirdi ki, vəhdət deyirdi, Allaha vahid deyirdi, elə onun uyğunda şeydir. Xanım Zeynəbə bir dəfə Əli əleyhissalam deyir, uşaq idi də, indi bu uşaqlarda bəzi belə qeyri-adi sözlər olur axı. Məsələn, demişəm, İmam Hüseyin əleyhissalam Peyğəmbərə salavatullahi aleyhə deyir ki, baba sən artıqsan, mən deyir, sən necə? Deyir, mən artıqam. İmam Hüseyin deyir, mən artıqam. Deyir, niyə? Deyir, çünki mənim sənin kimi babam var, amma sənin kimi baban yoxdur. Elə, cürbəcür belə misallar. Bir dəfə xanım Zeynəbə mənə bir yerdə rast gəldi. Deyir ki, Əli əleyhissalam dedi ki, qızım de bir. Dedi bir, dedi de iki. Dedi, demərəm. Dedi, niyə? Dedi, o dil ki bir deyib də o iki deməz. O dil ki bir deyib, başqa şeyə işarədir, ha, körpə qız uşağıdır. Elə, 20 yaşında biz yeşə kişini başa sala bilmirik ki, əqidə budur, tohid budur, ədl budur, nə bilim nə budur, üsulüddin neçədə nədir? Deyir ki, valla, qabaq deyəsən 8-9 dənə idi, əgər azaldıb artırmayıblarsa, elə bir 7-8 dənə olmalıdır. 7-8 dənə olmalıdır. Belə bütün, iki dəfə demişəm, mən təkrar olmasın, Avropa komandaların hamısının oyuncularının adını bilir, keçmiş kapitanın, təzə kapitanın, ondan sonra məşqçisin, yan sudiyasin, qabaq sudiyasin, yarım müdafiətçisin, ondan sonra hücumçusun, müdafiətçisin, hamısını əzbər bilir. Valla şey eləmirəm, belə görürsən oturub danışırdı, adı ilə, familiyasıyla elə deyir. Mən yetim, 2 dənə ravinin adını yadımda saxlaya bilmirəm, hədisi oxuyanda deyim ki, məsələn, Əm Muhammed ibn Muslim.
Elə deyirəm, rivayətdə belə var. Onlar da gör qiyamətdə nə edəcək mənə. Bunların hamısını əzbərləyib. Amma gəlib deyəndə şimdi 8-ci imamın adına deyir, ya tağıdır, ya yanağıdır. Belə bir şeydir. Heç nə o deyir, nə o deyir. Elə deyir. Adım bilmir onu. Adımızı da qoymuşu məsələn nə? Şiə. Adımızı da qoymuşu müsəlman. İndi sonra mən də çox danışanda əlin qaldırır ki, Fatihə ver bir dənə gedə. Bura Bozbaş məclisi deyir, Fatihə verə gedəcək. Oturmuşsan da məsciddir. Yorulmuşsan, bir dənə Subhanə Rəbbikə Rəbbil İzzəti Əmmə Yəsifun ürəyində de, get. İşin var, özdə əylə getmə. Dur elə düppədüz çıx gedirəm. Bir adamı məcburluqda elə, güclə əncim qızışıb, mən danışmaq istəyirəm. Bunlar da deyilməlidir də. Nöş mənim qoymursan, nöş bazarımı körrəyirsən, kasımın toyuna şılıq salırsan. Elə deyir. Bu dedi o dil ki, bir deyib, iki deməz. Amma 20 yaşında uşaq, oğlan, ya 50 yaşında qadın, kişi, xanım, görsən, imamının adını heç bilmir, heç kəlmə-i şəhadətin düz demir. Amma onda mərifətə bax, bilirdi Həzrəti Əli nəyə işarə edir. Yəni bir qəlb ki, Allahın vəhdaniyyətinə, vahidliyinə qail oldu, oraya ikincisini nə eləməməlidir? Salmamalıdır, buraxmamalıdır. Bax, Allahın rəhbərliyin, mən bir şey danışmadım, elə tey misaliyat vurdum. Mənim üçün qabımda deyir, Allahın rəhbərliyi ilə Həzrəti Əlinin ona rəiyyətliyindən danışam. Sadəcə mən demək istədim ki, bax, təqribən belə bir şey olmalıdır. Əgər biz la nəttəxizu min dunihi vəliyyən deyiriksə, Allahdan bizim başqa vəliyimiz yoxdursa, Allahdan başqa heç kimi özümüzə rəhbər hesab eləmiriksə, gərək belə olaq. Həzrəti Əli kimi olaq. Və Həzrəti Əli kimi olandan da sonra Həzrəti Əli kimi də gərək rəftar olsun. Hökman deyir ki, sənin vəzifən olsun. Sən prezident olasan, sən baş nazir olasan, sən padişah olasan. Elə deyir. Hökman deyir ki, sən özlüyündə bir dənə adamsan, ətrafın var, dostun var, tanışın var, cəmiyyətdəsən. Bir marşruta minmirsən, o marşrutda sən fəsadda törədə bilərsən, behişlə də çevirə bilərsən onu. Hökman deyir ki, mənə vəzifə versinlər, cəmaat üçün nə iş görüm. Elə mən oturmuşam evimdə fərz eləyək, ya məsciddə də. İndi cəmaat üçün biri fərz eləyək ki, bir dənə iqtisadi iş görür, 5 manat pul qazanır. Mən də oturmuşam deyirəm, ay Allah, o filan kəsə bir dənə övlad qismət elə, yazıqdır, hə? Bu da bir işdir, elə deyir. Bu da sənin üçün bir işdir. Mənim əlimdə imkan olsaydı nə eləyəcəkdim? Əşi imkanı olanlar görüb də elə sənin əlində bir namaz var, bir möhür, ondan heç nə eləmirsən. Onda qalmışdı, nə eləyəsən? Sən nə eləyəsən? Hamının əlində risaləti var, hökuməti var, rəhbəriyyəti var, məqamı var. Biz o məqamlardan istifadə eləmirik, bundan üstünə getmək istəyirik. Elə deyir. Bir dənə maşın alıb vermişəm sənə, Allah eləməmişsə. Deyirəm, sür. Gəl deyirsən, birini də al ver də. Niyə? Toyuq bastıratsan içində. Biri var, sür də. İkinci, onu neyəcəksən? Sürürsən onu, yox. Xarab olub, yox. Niyə elə yuram, qalır evdə. Gündə yuram, silirəm, nə olur? Qalır evdə. Da yaxşı bunu da aparıb onun yanında metallını. Hələ bundan istifadə elə, köhnəsi. Bu əqqabını geycir, bu köynəyi geycir, ondan sonra keç o birsinə də. Mənim əlimdə bir möhürüm var, bir təsbihim, bir dənə də bu boyda kağızım. Bundan elə mən istifadə eləyib qutarmamışam, mənim fikrim vardı, neyniyəm? Böyük şeylərdən istifadə eləyəm, xalqa xeyir versin elə. Bundan da neyniyə bilərsən? Xeyir verə bilərsən. Ona görə Əli əleyhissalamın hakimiyyəti dövründə o Məsihi qadının biri oğurluq eləmişdi, qulağından dartıb sırğasını çıxartmışdı, qulağında cırmışdı, tapdı, cəzalandırdı, onun haqqını neçə bərabər ödədi. Amma dedi ki, bu xəbəri eşidən müsəlman gərək təəssüfdən ürəyi partlasın ki, onun vətənində, onun torpağında bir dənə insanın nəyə yoxdur? Əmniyyəti yoxdur. Və ona görə əlini başına qılınc vuranda ağlaya-ağlaya qılınc vururdu. İmam Hüseyni doğrayanda ağlaya-ağlaya doğrayırdı. Niyə? Çünki ədalətinə bələd idi. O bilirdi ki, Həzrəti Əli qarnına daş bağlayıb, bunun dədəsinə xurma payın verib, çörək palın verib ki, bunun dədəsi ölməsin. Bu büyün gəlib ona qılınc. Ona görə bunlar etimadda qaldılar. Və bunlar da ona görə neynirlər? Etimaddan düşürlər. Və gözdən düşürlər. Elə o gedir, o birisi gəlir, o gedir, o birisi gəlir. Belə, Allahın rəhbərliyi ilə danışsaq bu qədər. İndi qərar olsa, la nəttəxizu min dunihi vəliyyən, mən Allahdan başqa heç kimi dost tutmuram,
dost tutmuram, onu dost mənasına tərcümə eləsək, onu gələn dəfə dostluqdan danışaq. Görək, dostluğumuz necə olsun? Bu, Allahla öz aramızda, Allahı özümüzə rəhbər bilmək və özümüzü Allaha rəiyyət bilmək, bu qədər mən bacardım danışam. Görək, ələ Allahla biraz endirək əl-əuzubillah aşağı, deyək Allah bizim dostumuzdur. Biz Allahla necə dost olmalıyıq və bunun zimində mən səninlə necə dost olmalıyam. Allaha da rəhbər verdin və Əleyhisselam Nəhsül Bəlağada deyir ki, vəttəxəzu şeytana li əmrihim milaka vəttəxəzəhum ləhu əşraka. Siz şeytanı özdə rəhbər qərar veribsiniz. Vəttəxəzu şeytana li əmrihim məlika. Şeytanı padişah qərar vermişsiniz öz işlərinizdə. Allah qərar vermişsiniz. O da sizi neyniyib? Öz işlərində neyniyib? Şərik eləyib. Nəyi var ona şərik eləyib? Şeytan çox bir cəhətdən baxanda, şeytan çox ədalətli deyə bilmirəm ha, belə çox düzgün bir dənə məlundur. Belə, indi ona nə istirahla mən deyim sizə, mujik deyim, ondan sonra nə deyim ki, siz onu yaxşı başa sala bilim sizə. Niyə görə? Kim ardıcan gedir, onu paysız qoymur. Kim ardıcan gedir, əmlakından ona da verir. Cəhənnəmindən də verir, hiləsindən də verir, allatmağından da verir, çəmləri də öyrədir ona. Axır ki, usta eləyir, bıraxır ortalığa. Bir şey ki, nizami deyir, o filan kəs bir yerdən geçsə, 3 gün şeytana ehtiyac qalmaz. Gör filan kəsə şeytan nə qədər dərs deyibsə, deyir, oradan keçəndə 3 gün şeytana ehtiyac. Görürsən, bax, şeytan belədir. Bax, bu cürə neynir? Elə o dediklərimdən edir. Bir şeytanı siz rəhbər seçibsiniz, şeytan da siz özünə şərik seçib. O dərəcədə şərik seçibsə, Həzrəti Əli bu ibarətlərlə deyir. Deyir, sizin özdə oturub, yumurtayıb ora və cücə çıxardım. Kistanı neynirlər insanın qarnında yadında olanda? Kəsib atırlar, elə deyir. Bəzən də mümkün olmur. Elə insan məcbur olur, ondan yaşasın, ömrün yola versin. Hə? Bu şeytan yumurta qoya adamın sinəsində, içərdə, qəlbində. Və orada cücə çıxardı. Nə ilə təmizlətsin? Dən atacaqsan cücələrə gəl çıxmayana. Şeytan dənə gəlmir, dənə gedən adamdır. Yadınızda qalsın. Şeytan dənə gəlməz. Dənə gedən adamdır. Bildiniz? O dərəcədə düşüncəsiz düşmən deyir, ağılsız düşmən deyir. Elə eləyib ki, da qutardın da, zombiləşdirdi, sən mənimsən. Bax, bu dərəcədə öz rəiyyətinə şeytan diqqət eləyir. İndi mən bədbəxt buna baxanda görsəm ki, şeytan öz rəhbəriyyətində rəiyyətinin bu qədər dərdinə qalır, hətta gəlir onun sinəsində yumurtayır, cücə də belə çıxardırsa, niyə düşünmürəm əgər Allah rəhbərliyində mənə nisbət necə rəftar eləyəcək? Bunu düşünmürəm mən. Şeytan bunları bu məqama gətirib çıxardırsa, Allah gör bunları. Şeytan əmrası gətirib o məqama çıxartmışdı. Hətta Qurandan bir hilə kimi istifadə elədi. Hə? Allah da malikəcləri bir məqama gətirib çıxartmışdı ki, bax, malikəclər oldu da. Görürsünüz də. Zəhəri verdilər ona, içdi. Atın, dəvənin üstündən yıxılanda, oradan yıxılanda adam nə halda olur? Əlindəki heç adamın onda xəyalında olar. Dəvənin üstündən, atın üstündən yıxıldı, dəydi yerə, əlin belə saxladı. Göydə. Niyə? Əlində Əli əleyhissalamın fərmanı var idi. Misrə hakimlik fərmanı. Misrə valilik fərmanı. Hətta öləndə də onu göydə saxladı ki, Əlinin fərmanın olmasın, yerə düşməsin. Ölüsü də onun əlində saxladı. Bax, görürsən, Allahdan da dərs alanda, Allah da rəhbər olanda, Əlinin şagirdində olanda nə olur? Bax, bu cür olur insan. Nə qədər misallarımız var bundan. Nə qədər danışılası sözlər varımız bundan. Nə qədər işlər vardı bundan. O John Qaraqul, deyim bunu, dostluğumuz qalsın gələn dəfiyə. O dünyanın rəhbər seçməyinə də bir dənə misalı vardı, qəşəng. Amma belə də istəmədim bu axır-axırda o misalı çəkən belə siz güləsiz. Çünki gülməlidir də, çünki bunların işinin çoxu gülməlidir də elə. Amma gələn dəfə yeri gəlsə deyərəm inşallah, salamatçılıq olsa. Biri oğluna verir bir şey, deyir bunu gələ apararsan dünyada ən axmaq adama verərsən. O da gəlir, raxtar, gəlir, o görür bir mərasim keçirilir. Mərasim keçirilir, deyir saxla on. O nə mərasimidir? Görür bir nəfəri
palçıqlayıblar, peyinləyiblər, baş gözün yarıblar, qabaqda qova aparırlar. Deyir, bu kimdir? Deyir, bizim keçmiş padişahımızdır. Birini də dalda qızıl gümüşlə bəzəyiblər, çiyinlərində nasılkada götürürlər da, onda limuzin yox idi da, nasılkada götürüblər, nədir? Gətirirlər. Deyir, bu kimdir? Bu da deyir, təzə padişahımızdır. Deyir, bir dəqiqə olar, gələ mənim atamın vəsiyyətinə əməl eləyim, 1 ildir gəzirəm. Deyir, nədir? Deyir, atam bu qızılı vermişdi, dedi, oğul, məndən sonra bunu aparıb ən axmaq adama verərsən. Dedi, məni ən axmaq hesab edirsən? Dedi, hə. Bunlar istədi bir xoruzlansınlar, dedi, diyanın görək məni hardan? Dedi ki, valla sən o qədər axmaqsan ki, 15 metrə qabağı görmürsən. Niyə? Dedi, bədbəxt, sənsən də sabahın və o sən sabahki günündür, peyinləyəcəklər, başı yaracaqlar, ondan sonra qovacaqlar gedəcək. Onunla belə sevinə-sevinə hələ gəlib utanmaz memnisən bu nasılkıya. O dünyanın vəziyyəti bu günləri belədir, ha. İşi gücü belədir. Vəziyyəti belədir. Amma bu biri tərəfdən ki, deyirəm, məsələn də Əli əleyhissalamın hakimiyyətində Malikəclər və Malikəclər kimilər ki, day misalsız, belə də hədsiz, hesabsızdır. Düzdür, bəzi cəhətlərdən məzlumiyyəti var, deyir. İmam Əli çox məzlum idi, yoxsa İmam Sadiq əleyhissalam, keçən dəfə ərz elədim bunu. Deyirlər, məsələn, bir baxışdan İmam Sadiq əleyhissalam İmam Əlidən nə idi? Çox məzlum idi. Niyə görə? Çünki İmam Əli əleyhissalamın ətrafında o ki, iman gətirən var idi, hələ onları bir süpür qoy, bir tərəfdə qoy geçsinlər, biraz elə yuvayanlarda gəlsinlər, dolansınlar. Cəmi 4 nəfər adam tapa bilmədi ətrafına. 3-4 nəfər adam oldu. Təbii idi, Mədinə idi, kiçik bir mühit idi. Hələ onda nə qədər insanlar müsəlmançılığı qəbul eləmişdi. Elə 4 nəfərin tapılmamağı o dərəcədə İmam Sadiq əleyhissalama nisbət deyirdi. Belə təəccüblü deyirdi. Niyə İmam Sadiq əleyhissalam da çox təəccüblüdür? Çünki Önər bir xanım tarixçi 40.000 nəfər dedi. Amma əksər yerlərdə bizə rast gəlib ki, İmam Sadiq əleyhissalam 4.000 nəfərə dərs deyirdi. 4.000 nəfərin içərisində 4 nəfər yox idi ki, dursun İmam Sadiq əleyhissalamın dalında ki, o söz ki, imama deyilmişdi Əli əleyhissalama peyğəmbərdən ki, 5 nəfər olsuz qiyam eləyin. Bu hamısına aiddir, ha. Bu hamısına aiddir. İndi İmam Sadiq 4.000 nəfərin içərisində hələ qiyam eləmək yox, ha, ürəyinin sözün etibar eləyib danışmağa adam tapa bilmirdi. Görün nə boyda məzlumiyyətdir. İndi gəl çıx İmam zamana. Gör onda nə boyda məzlumiyyətdir. İmam Sadiqin dövründə nə qədər şiə var idi. İndi milyardları keçib şiə. Elə onda nə qədər var idi? Onda çox az idi. Onda çox az idi. 4 nəfəri tapa bilmirsə, İmam Zaman bu qədər vücudla, bu qədər millətlə, bu qədər insanlarla, bu qədər məscid əhliləri ilə, bu qədər Məkkəyə gedənlərlə, bu qədər Kərbəladan ötürü ağlayanlar, sabah qara köynək giyəcək, başımıza, gözümüzə döyəcək, zəncir vuracaq, sinə vuracaq, mərsiyə deyəcək, oxşama deyəcək, ondan sonra televizorlarımızı söndürəcək, maqnitofonlarımızı söndürəcək, matəmə batacaq. Bu qədər əzadarın içərisində İmam Zaman da məzlumda. Bu qədər əzadarın içərisində İmam Zaman da məzlumda, İmam Zaman da tapa bilmir. Niyə? Bax, məsələ elə həmin məsələdir. Allahın rəhbərliyi ilə bizim aramızda, Allahın dostluğu ilə bizim aramızda hələ iş yerinə düşməyib. Allah Muhammed Ali Muhammed xatirinə bizi agah müsəlmanlardan, möminlərdən qərar versin. Bir abruyu Muhammed və bir ehtiram Zəhra bizi vəzifəmizə aşina qərar versin. Muhammed Ali Muhammed xatirinə bizi Allahın qarşısında muti insanlardan qərar versin. Allah Teala zərrə qədər də nəfsimizin umuduna qoymasın. Şeytanın şərri vəsvəsəsindən uzaq eləsin. Muhammed Ali Muhammed xatirinə bizi bağışlamamış dünyadan aparmasın. Dünyada və axirətdə çətin günümüzdə Həzrəti Əlini, Əhl-i Beyti, məsumları başımızın üstündə hazır-ı nazır eləsin. Allah'a and verir xanım Zeynəbin, xanım Fatimənin Allahın yanında olan qurb-ı mənzələtinə. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. İslamın, dinin düşmənlərin tezlikcə məhv-i nabud eləsin. İslam yolunda, din yolunda nə qədər çətinlikdə olanlar var. Allah Teala onlara tezlikcə üzü ağlıqla nizat versin inşallah. Allah onların düşmənlərin məhv-i nabud eləsin. Muhammed Ali Muhammed xatirinə tamam mərzai musliminə şəfai acil inayət eləsin. Borcluların borcun verməkdə onlara kömək eləsin. İltiması dua eləyənlərin dualarını qəbul eləsin.
Muhammed Ali Muhammed xatirinə bizi özündən möminlərdən başqa heç kimə möhtac eləməsin. Muhammed Ali Muhammed xatirinə tamam möminlərə, xüsusən bu cəmdə əyləşənlərə halaldan bolluca ruzu qismət eləsin. Muhammed Ali Muhammed xatirinə öz ibadət və itaətində bərəkətli ömür əta eləsin. Allah o duaları ki, dostlarından eşitmək istəyir, o duaları da bizim barəmizdə qəbul eləsin. Muhammed Ali Muhammed xatirinə Ağa İmam Zamanın bu hallarda, bu zamanlarda elədiyi duaları bizim də barəmizdə qəbul eləsin inşallah. Ağanın qəlbi nazəninin bizdən razı, xoşnud eləsin. Zuhurunda təcil eləsin. Bizi onu tanıyıb, onun rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyək.